Salam, mən Həmid Rəhmənzadə. Bildiyiniz kimi 2026-cı ilin yanvar ayından etibarən qeyri-dövlət və özəl sektorlarda gəlir vergi tutmaları ilə bağlı bəzi dəyişikliklər edilmişdir. Mən video uzun çəkməsin deyə birbaşa hesablamaya keçirəcəm. Siz desəniz videonu dayandırıb yazılanlarla qısa tanış ola bilərsiniz. Yəni 3 nümunə üzərindən hesablama aparaq sizinlə. İşçinin əmək haqqı 1000 manat, 2800 manat və 8500 manat olduğu təqdirdə. 1000 manat olduğu təqdirdə 24 manat gəlir vergisi tutulması edilmişdir. Bu tutulma necə aparılmışdır? Deməli, işçinin əmək haqqı əgər 2500 manata qədərdirsə də 200 manat güzəştimiz var. Əlavə olaraq 3% tutulma aparmalıyıq. Yəni biz birinci 1000 manatdan çıxırıq, həmən o 200 manat güzəşdi və onda vururuq 3%. Yəni 800 manatın 3%, 24 manat gəlir vergisi tutulması aparılmalıdır. Digər nümunəmizə keçdik. İşçinin əmək haqqı 2800 manat olduğu təqdirdə 2800 olduğu təqdirdə artıq güzəştimiz sıfıra bərabər olmuş olur. Tutulmamız isə necə aparılmalıdır? 75 manat plus 2500 manatdan yuxarı olan hissənin 10%. Deməli, belə olan halda nə edirik? 75 manat üzərinə gəlirik. Həmən 2800-dən çıxırıq. 2500 manatdır, yəni 300 manatdır. Biz artıq oturuq. Təzdən vururuq 10%. 105 manat gəlir vergisi müqayisə edilməlidir. Üçüncü nümunəmizə keçdik. İşçinin əmək haqqı 8500 manatdır. 8500 manat olduğu təqdirdə güzəştimiz yenə sıfır olmuş olur. Tutulma isə 625 manat, 8000 manatdan yuxarı olan hissənin isə 14%. Deməli 625 manat gəl. Həmən o 8500-dən 8000 arasında çıxır. Yəni 500 manat. Burada 14%. 695 manat gəlir vergisi tutulması edilir.